50 ildir adını qoruyan bir markanın Bakıya gəlməsi əlbəttə ki, yaxşı xəbərdir. Mən Decathlonu ilk dəfə Berlində olanda görmüşdüm və fikirləşmişdim ki, görəsən nə vaxtsa bunu Bakıda da açarlarmı? Bəs o əjdahadan niyə bizdə yoxdur? Bir ildir ki, o əjdahadan bizdə də var. İlk dəfə 1976-cı ildə fransız Michel Leclerc bu markanı yaradanda bəlkə də ağlına gəlməzdi ki, onun məhsulları dünyanın 70-dən çox ölkəsində satılacaq. Eləcə də Bakıda. Əslində buranı çox adam tanıyır. Tanımayanlar üçün deyim ki, burada bütün növ idman məhsullarına rast gəlmək mümkündür. Yəni dünyada idmana aid elə bir şey yoxdur ki, burada olmasın. Ov ləvazimatlarından tutmuş, nə bilim, trenajör məhsullarına, düşərgə salmaq üçün lazım ola biləcək çadırlara qədər nə desəz var. UEFA Çempionlar Liqasının topu. Bakıda yağış yağanda hamıya lazım olan şeyi tapmışam. De. Və ən önəmlisi qiymətlərdir. Burada bəzi məhsulların qiymətləri digər məşhur idman mağazaları ilə müqayisədə daha sərfəlidir. Mən qiymətləri bu qədər münasib bilmirdim burada. 23 manat, 35 manat. Yəni 35 manat versən, dünyaca məşhur Fransa brendini əynində daşıyırsan. Yeri gəlmişkən Decathlonda hazırda qış geyimlərinə 50% indirim var. 135-dən düşüb 82-yə. Çox qəşəng kurtkadır. Üstəlik məhsulları taksit kartı ilə hissə ödəyərək də ala bilərsiniz. Kurtkanın gözəlliyinə bax, Ceyhun. Nətər oldu, kutu kimi? Məncə həyatınızda idmana aid nəsə varsa və ya ümumiyyətlə idman məhsullarına marağınız varsa, mütləq bura baş çəkməlisiniz. Decathlon 28 Mollda yerləşir. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.